في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين الذين إذا أصابتهم مصيبة الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون قالوا إنا لله وإنا إليه راجعون أولئك عليهم صلاة والرحمة وأولئك هم المهتدين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات محمد وآل محمد اللهم صل على محمد وآل محمد. Dünya ve ahiretimizin abadlığı, Ehl-i Beyt ve Kur'an'la meşhur olan Hazreti İmam Hüseyin Aleyhisselam'ın müsibət günləri, Məhərrəm ayının matəm günləri ömrümüzə təsadüf elədi. Allah bizə bu əzadarlığı bir daha lütf elədi. Bu anlar, bu günlər
Allah günləridir, Əyyamullahdır. İnsan üçün, Adəm övladı üçün yüksəliş günləridir, fürsət günləridir. Bu 10 gün insanın kəmalı üçün, insanın mənəviyyatının artması üçün, şəxsiyyətinin ucalması üçün Allahın fürsət verdiyi günlərdir. İlahi bir lütfidir, əzadarlıq olsa da, qəm və qüssə günləri olsa da, insanın yüksəliş amili olan, insanın yüksəliş səbəbi olan fürsətlərdir. Allah Müteal bizi bu 10 gün Aşuraya qədər olan fürsətindən məhrum etməsin. Allah Müteal bizi İmam Hüseyin Aleyhisselamın arifən bil haqq hüququna, haqqına tanış olan şəxslərdən qərar versin. Allah Teala bizi Kərbəladan, Hüseynçilikdən, Xanım Zəhranın, Əhl-i Beytin matəmində matəmli olmaqdan, sevincli günlərində sevincli olmaqdan məhrum etməsin. Allah ömrümüzü bu işi böyük nemətdən ayrı salmasın. Allah nəslimizi, balalarımızı, övladlarımızı, cavanlarımızı Həzrəti Peyğəmbər o Ali Peyğəmbərin vilayətindən, yolundan, irsindən, istiqamətindən məhrum eləməsin. Allah Müteal bizdən törənən nəslimizi də Əhl-i Beyt məhəbbəti ilə əhatə eləsin. Əhl-i Beytin itaətində bizi sabit qədəm qərar versin. Və Allah'tan dua eləyək ki, zamanımızın xilaskarı Allah'ın Qur'an-ı Kərimdə özünün vədə verdiyi ilahi dəyərlərlə, ilahi əsaslarla idarə olunan insan cəmiyyətini Allah bizə nəsib eləsin. Qur'anda Allah'ın bütün bəşəriyyətə vədə verdiyi xilaskarın üsul idarəçiliyində kərimə dövlət dediyi, kərimə dövlətdə yaşamağı bizə nəsib eləsin. Allah Müteal məsum imamın civarında, məsum imamın aşkarda olmaqla hakimiyyətində Allah bizə nəfəs almağı nəsib eləsin. İnşallah ilahi dəyərlərlə olan bir camiəni və ilahi icraatçının icraatında olan bir anları və o günləri və o saatləri ömrümüzə yazsın və biz insan deyən varlığın çiçəklənməsi və mənəvi kəmala çatmasının şərti əlbəttə ki, məsumun vilayətində olan yaşayışdır. Allah bir daha dünya ictimaiyyətini, bütün millətləri, bütün xalqları bu vilayətin nuraniyyətindən bifeyz eləməsin və aşkar imamın cəmiyyətində bizə də nəsib eləsin, o cəmiyyətin gözəlliyin görək, dadaq və o səbəbdən də Allah Mütealın əfvinə və məğfirətinə şamil olaq. Allah bizim günahlarımızı əfv qələm etsin inşallah. Ağamızın zuhurunun təcili, müşküllərimizin həlli və Muhammed-i Ali Muhammed-i salavatla yad edeyim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi teyyibine tahirine ma'sumin ve la'netullahi a'da'illah minel an ila qiyawmi yawmillah. وأما بعد قال الله أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل إن كان آباؤكم وأبناؤكم وإخوانكم وأزواجكم وعشيرتكم
وأموال اقترفتموها وتجارة تخشون كسادها ومساكن ترضونها أحب إليكم من الله ورسوله وجهاد في سبيله فتربصوا حتى يأتي الله بأمره والله لا يهدي القوم الفاسقين صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. Bugünkü Məhərrəm ayının birinci söhbətimiz, birinci məclisimizdə açılış günüdür bugün. Mənim çox düşündüm ki, biz Kərbəla mövzusuna, Aşura və Hüseyn əleyhissalamın nehzət və məktəbinə hardan baxaq, hansı baxışdan baxaq və 10 gün bizim söhbətlərimiz hansı istiqamətdə olsun, bunun haqqında düşünürdüm. Bir mövzu zehnimə oturdu və düşündüm ki, bu mövzunun ətrafında danışsaq çox faydalı olar bu 10 gündə biz üçün. Biz Aşura ilə və Kərbəla ilə bağlı bu məhərrəmlikdə əvvələn böyük bir fürsət yaranır ki, biz Qur'anımızı tanıyaq və tanıtdıraq. Bunun özü çox mühüm bir məsələdir. Çünki İmam Hüseyn məktəbini, Hüseynçiləri və Əhl-i Beyt əleyhissalamın ardıcıllarını müasir dünyada tənqid elədikləri, tənqid olunan məsələlərdən biri də güyamış ki, Hüseyn məktəbində və Hüseynçilər Qur'anla soyuqdular, Qur'anla bağlı deyirlər, Qur'an bunların həyatına varid olmayıb. Bu kimi şübhələr sosial şəbəkələrdə və ümumiyyətlə dünya təbliğatında bu gedir ki, güyamış ki, Əhl-i Təşəyyü, Əhl-i Beyt əleyhissalamın davamçılarının həyatında Qur'an mühüm yer tutmur, Qur'an ayələri oxumuruq, biz Qur'anla müxalifik, Qur'an bizim həyatımıza girməyib, ənənəvi yaşayırıq biz, Qur'ana söylənmir əməllərimizin dəlili. Biz istəyirik, o cənablara həm cavab verir ki, bu səhv sözdür, bu yalan sözdür. Biz Qur'anla yaşayırıq, biz məsələlərə Qur'anın prizmasından baxırıq. Bizim addımlarımızın əsasında Qur'an dayanır. Əzadarlığımızın da kökündə, Abbas Navaniyasında Qur'an dayanır. Qur'an əmr eləyir, bir əza saxlayırıq. Qur'an əmr eləyir, biz əşair Allahı, şair Allahı hörmətli tuturuq. Belə düşüncə yaranmasın ki, bu əzadarlıqlar, bu məsələlər bidətdir və dində olmayan şeylərdir, getirilib dinə. Yox, biz bunların hamısını görəcəksiniz ki, 10 gündə hansı sahədən danışacağıq, Qurandan ayə getirəcəyik, istinad edəcəyik Qurana. Bu səhv bir fikirdir. Bunu əzizlərə də çatdırasınız ki, burada bütün addımlar hər biri Quranın bir ayəsinə söykənir. Əgər biz deyirik İmam Hüseyn bütün bəşəriyyət üçün qiyamətə qədər dəyərdir, bu sözü deyirik. Bunun da dəlili var, Qur'an deyir. Bunu biz demirik ki, bunu Qur'an deyir. Qur'an şablon verir, Qur'an meyyar verir, Qur'an ölçü verir. Qur'an dəyərləri izah edir. Tapmağı səndəndir. Biz neyniyik ki, Qur'an dəyər verəndə, Qur'an ölçü verəndə, Qur'an meyyar verəndə, Qur'an şablon verəndə, Qur'an xüsusiyyət deyəndə, Qur'an əlamət deyəndə, biz neyniyik ki, Qur'anın dediyi əlamətlərlə biz axtaranda gedir İmam Hüseyni tapırıq? Biz neyniyik ki, Qur'anın dəyərlərindən baxanda gedib Həzrət Əleyhisselamı tapırıq? Nümunəsi bunlarda tapırıq. O bizim taksirimiz deyir ki,
Əhl-i Beytlə nəgər düşmənçiliyimiz var, Əhl-i Beytlə nəgər narazılığımız var, ürəyimiz Əhl-i Beytlə yapışmır. Onun gün Allahla davasını edir. Allah niyə Quranda bu dəyər verir? Mən neyniyim ki, Quran deyir ki, məsələn, və minən-nasi mən yəşri nəfsəhu ibtiğaə mərzatillahi vəllahu raufun bil-ibad. Mən neyniyim ki, bu ayə Quranda Bəqərə surəsində 207-də bu Allah huzur danışır. Mən bunun nümunəsini axtaranda bu nümunədə adam fəqət Əli əleyhissalam tapıram. Və bu Quranda Əli əleyhissalam aşkar olur. Qur'anın həqiqətində Əli aşkar olur. Sən də mənlə dava edirsən ki, niyə Əlini çıxartdın Qur'andan? Qur'andan mən çıxartmıram Əlini. Allah çıxartır. Və minən-nasi mən yəşri nəfsə ibtiğaə mərzatullah vəllahu raufun bil-ibad. Allah buyurur ki, insanlardan elələri vardır ki, baxın danışığa bilin. Bir dənə tərcüməyə baxın. Və minən-nasi demir müsəlmanlardan eləsi var ki, demir bir dəstə Azərbaycanlılardan eləsi var ki, bəzi xəstələr üçün. Demir farslardan bəzisi var ki, demir ingilisdən bəzisi var, demir neqrlardan və minən-nasi. Bu ayədir də, bundan o yana söz yoxdur ki. Mən bilmirəm, inanclı adamsın, namaz qılan adamsın, ibadət əhlisin, qiblə əhlisin, Allah əhlisin, Qur'andan o saya, o tərəfə nə ola bilər? Heç söz. Allah əhlisən, yox, Allah əhli döyürsən, əvvəldən digilən mən Allah əhli döyürəm, biz də işimizi biləyik. Səndən Allah əhli olmayanın dilində danışam. Yox, sən deyirsən, mən Allah əhliyəm, müsəlmanam, Əhl-i Beytə də qurban olum, Qur'ana da qurban olum. Sən deyirsən, Qur'an mənim üçün meyyardır, Qur'anda bir ayə olsa bir şey isbatına mənim üçün məqbuldur, onda tut gəldi Qur'andan dəlillər deyirəm sən özün axtar. Allah buyurur ki, və minən-nasi, insanların içindən eləsi var ki. Pastanovka necədir burada üstümüşən? Məsələyə müdaxilə Allah tərəfindən hardan girir məsələyə? Qovumdan girir, ya ümum bəşəriyyətdən? Ümum bəşəriyyətdən danışır Allah. Rakus oradandır. O rakusdan baxır Allah Teala. Bunu və minən-nasi, insanların içində eləsi vardır ki, nəfsə ibtiğaə mərdatillah, öz nəfsini, öz vücudunu, öz varlığını, öz kimliyini, özünə nə aiddir hər şey. Mən sual verirəm, nəfsəhu nədir? Allah Quranda deyəndə ki, nəfsəhu. Siz nə başa düşürsünüz? Nəfsəhu, yəni neyin qabağına mənimdir deyə bilərsən, o nəfsəhudur. Mənim elmim, mənim qohum-ağrabam, mənim varım, mənim sağlamlığım, mənim imanım, mənim neyin qabağına mənim qoya bilərsən, o nəfsəhudur. Allah deyir ki, insanlardan elə insanlar var ki, neyləri var, hamısını razıdırlar. Nəyə satsınlar? İbtiğaə, nəfsəhu ibtiğaə, nəyə? Bugün insanlar var, varlığını satır qadına, istedadlarını satır dünyaya, elmini satır pula, elmini pula satmaq üstə deməkdir, alimdir, molladır, din xadimidir, elmi var, gedir satılır hökumətə, olur dərbari, hökumət mollası. Bu elmini sattı dünyaya yoxsa yox? Sattı dünyaya. İnsan hələ satandır da. Kim vurub sinəsinə deyə bilər ki, mən satanlardan döyürəm? İnsan hələ bir böyük hərflərlə insanın əsl adı satqındır. Hacı, necə olsa, bəli, hamı satqındır. Pəpə deyəndən məmə deyənə qədər. Yer üzündə satqın olmayan adam yoxdur ki, kimə satqındır? Sual budur, adam var Allaha satılır, adam var dünyaya satılır, adam var məmura satılır, adam var xoş güzəranına satıb hər şeyi. Mənim güzəranım xoş olsun, hət nə olur olsun, mənim neyimə lazım nə olsun, mənim neyimə lazımdır din nə olur olsun, mənim qarnım tox olsun.
Satmayan yoxdur ki, mömin də satqındır o mənada. Sadəcə olaraq mömin satıb hər şeyini Allah. Bu buralar satıblar, nəyə gəldi? Siz başa düşürsünüz ki, niyə Allah Teala Quranda insandan danışanda bazar söhbəti deyir? Allah deyir ki, İnna Allah iştara minəl mu'minina bi anfusahum və əmvaləhum bi ənfusəhum. Allah Teala bu ki, həqiqətən mən o Allahım ki, iman getirənlərlə alver edirəm. Dünyada bazardır. Peyğəmbər əleyhissalam da buyurur ki, əd-dünya sovqun. Sovq, yəni bazar. Heç yaxalı dartma. Deməginən mən akademikəm. Akademiksən, amma bazardasan, yadında çıxartma. Bu dünya bazardır. Hər an istedadlarını satırsan. Vaxtını satırsan. Vaxtın gedir. Amma sual ver özünə bir bu vaxtın hara satılır? Bəzən insan baxanda axşam öz həyatına görür ki, bu gün çox ucuz satmış. İnsan var, bugünkü ömrünü Qur'ana satır. Bugün Qur'anla çox rabitədə olur. Ömrü gedib hara? Qur'ana həsr olur. İnsan var, bugün İmam Zamanla məşğul olub. Düşüncələrində İmam Zaman gəzib ki, bu kişi hardadır, axı gəlib çıxmır. Hay imam barəsində düşünür, imamın şəxsiyyəti barəsində düşünür. Onunla yaşayıb bugün, fikri zikri onda olur. Bu satıb özünü zamanənin imamına, bundan bahalı alır. Bundan bahalı ticarət olar. Adam da var, satıb özünü qoqqa-qoza. 24 saat özünü satıb, boş bir dənə şey, dən divara, beton divara satır. Çünki fikri zikri olub betonun yanında. Fikri zikri olub alvanın yanında. Fikri zikri olub nə. Hər ki, səndə bir dənə var da, nəsə var da. Hər bir şey var. Allah-u Teala diyor, əvvələ dünya bazardır, sən bunları satacaqsan. Sənə verilənlər də müvəqqətidir, sənin dövr elə hesab eləmək ki, sənindir. Alıcı qalırsan, canlı da, mallı da. Hər şeyi xırda-xırda qoyacaqsan, burada gedəcəksən. Bəlkə parçasız qismət olsa, 5-6-12 metr məsələn, bitsələr, yəni qəşəng avra salsalar, bu deyil apara, o da aparmayacaqsan. O da burada gerək xumsun versin balalarım. Əgər xumüssüz maldan alınsa o kəfən. Müstəhəbdir ki, hər kəsən öz kəfənini diriliyində alsın. Müstəhəbdir. Ahirət paltarı. Branci deyil. Ay, brend dükanları gezib, brend paltar xəstəsi olanlar. O paltarların biri də keçmir o tərəfdən. Çıxart qoy, buradan gedir o. Çıxardacaqlar eynindən, bu bahalı Pierre Cardin də çıxardacaqlar badənindən, o bahalı paltarlarla foz verirdin, göstərirdin özmüşüm, mən məsələn bir pillə sizdən yuxarıyam, məsələn mən belə şeylər giyinə bilirəm, siz yox. Çıxart qulağı qoy, bura görün. Giyinindi, giyinməli olduğun şeyi giyin. Onu sənə pisəcəklər, giyindirəcəklər, özü zorla. Müstəhəbdir insan sağlığında kəfənini alsın, qoysun evə, hərdən bir baxsın. Rivayətdə var ki, baxsın, açsın baxsın. Açırsan qəşən. Giyinmək istəyən giyin. Giyin özünə bir merkələ. Qəşən gör, gəlir sənə gəlməyim. Bax. Soyuqdur onda, istidir onda. Nətərdir vəziyyət? Aç, bax, bir onu eşələ oyan bu yana hərdən. Müstəhəbdir. Müstəhəbdir ki, o malı ki alırsan, o alacağın qədər məbləğin xumsunu da verəsən, xumsu olan mal olmasın. Çünki səni qəbrə qoysalar, sənin gəldiyin libasda zamanə imamının haqqı olsa, vay sənin olma. Vay sənin olma. Oğru kimi gələcəksən qəbrə. Kim nələ bu? Deyirlər, oğruyub. Kimdən oğruyub İmam Zamandan? Nə oğruyub? Mal oğruyub. Nəyə oğruyub? Kəfənini.
Mənim elə olanım burada cəməl o da olacaq. Nə olacaq o? Məsələ çox ciddidir. Məsələ çox ciddidir. Dünya insanı çox aparır o yerlərə ki, lazımsız yerlərə həsr edir insanı. Qur'an deyir və minən nasi mən yaşayır. İnsanlar, öyle oğlanlar var, Allah deyir, onlar öyle kəslər var ki, neyi var, hər şeyini razıdır Allah üçün verməyə. Hər neyi var. Biz hər neyimizi verməyə razı deyirik. Qardaş, Allah deməyək özümüzü. Nə olsun, mən maşınımı verirəm. Birdən gəlib mənə bir dəfə sübut eləsə ki, indi bu dəqiqə maşınımı verdiyin yolunda. Dərhal çıxaram o dinindən. Deyərəm ki, mən belə din tanımıram. Bu nədir? Bu qrebojdur. Oğur banditlidir bu. Bu nədir? Ataram o dini. Keçərəm Babiliyə. Musa Nağıyev Hacı Zeynalabdin salam meleşi var idi. Getdi oldu Babi. Gedib olmuşdu Baptist, Babi. Hacı dedi ona kişi adam dinini deyişər. Dedi yox, o çətindir, şiəli çətindir. Orada xums söhbəti var. Sən ürəyin var, imanın var, verə bilirsən. Mən xumsu verə bilmirəm, oluram günahkar. Yolu budur ki, dinimi deyəcəm. Gedib olmuşdu Babi ki, xums verməsin. Xumsdən qaçsın, abiyiz eləsin güya, öz aləmində. İndi bəzi insanlar var, abiznoy yaşayırlar da, abiznoy mömindirlər. Xumus yox, zəkat yox, heç nə yox, aləm deyil. Ya Hüseyin. Hüseyin neyləsin sən üçün? Bunu biz bir dəfəli yadına saxlamalıyıq ki, Hüseyin də olmalıdır, Qur'an da olmalıdır həyatımızda. Din də olmalıdır, Hüseyinlə para deyil. Belə bir anlayış, səhv anlayışdır. Hüseynin var, o mən nizat almışam. Yox, belə deyil. O Hüseyin ki biz tanıyırıq, diqqət edin. O Hüseyin ki mən tanıyıram, siz tanıyırsınız. O Hüseyin bir dənə zöhr namazı vaxtında qılınsın deyənə neçə dənə şəhid verdi. O Hüseyin ki biz tanıyırıq, o Hüseynin məktəbinə baxanda ilk belə müsibətlərə baxmayaraq qılınc, qamçı, sövüş, təhqir, qardaşı ölmək, balası ölmək, bu müsibətləri yığın hamısını bir-birinin üstünə. İmam Səccad Əleyhisselam buyurur ki, mən Kərbaladan Mədiniyə qədər, Kərbala, Şam, Mədinə. Mən bir dəfə görmədim ki, bibim Zeynəb gecə namazını tərk eləsin. Gecə namazına gündəlik namazdan getmənə söhbət, gecə namazından gedir söhbət. Mən bir dəfə görmədim ki, məsələn, hicabında bir dənə nöqsan olsun, ya uşaqların hicabında bir dənə nöqsan olsun, xanımların hicabında nöqsan olsun. Yanmışdı bunların hicabları Aşura günü, təbii ki, otlamışlar, yandırmışlar, at döşündə qaçırmışlar bu balaları. İmam Hüseyndən sonra xeymələrin üstündən belə də keçdilər, 30 gün qoşun. O həngamədə, o məərəkədə İmam Səccad Əleyhisselam buyurur ki, bibim Zeynəb bir o qadınların hicabını düzəldirdi. Yanmış hicabları həsirdən düzəldirdi hicab, həsirdən. Yanmış həsirdən libas edir ki, qız gəlinin hicabını olmasın. Görsənməsin, çünki bunlar Peyğəmbər xanidanıdır. Peyğəmbərin balalarıdır. İslamın köküdür bunlar. Biz Hüseyin deyirik, evdə məşğul olmuruq xanımlarımızın hicabı ilə. Hüseyin deyirik, balalarımızın hicabı ilə məşğul olmuruq. Hara getdi xanım Zeynəb? Nə oldu Hüseyin və Hüseynin dəyərləri? İmam Hüseyni dəyərlə tanımaq lazımdır, mənim əzizlərim. İmam Hüseyni yavaş-yavaş o dəyərlərlə tanımaq lazımdır. İmam Hüseyin hansı dəyərlərin uğrunda şəhid olur? Hansı prinsiplərin uğrunda şəhid olur? Hansı mənanın, hansı kaçtıvalarının üstündə şəhid olur? Nə üçün verib bu müqəddəs can? Allah da deyir, insanlardan nəsi var ki, hazırdır, hər şeyini satsın mən üçün. Mən indi bu adamı hardan tapım? Mən neyniyim ki, bu ayənin birbaşa nümunəsi Əleyhisselamdır? Mən neyniyim ki, bu ayənin ən yuxarı zirvəsinin nümunəsi Kərbəladadır? Ayə
Və minən nasi mən yəşki nəfsəhu ibtiğaa, yəni Hüseyin, yəni Əli. Hələ bunlarla bitmir. Bu ayənin nümunəsi qiyamətə qədər milyonlarla insan qiyamətin günü girəcək, bu ayənin altında gələcək məhşərlə ərəsata. Məhşərlə ərəsata ki, bütün insanlar yığılacaqlar qiyamətin günü, bu insanlar bu ayənin bayrağının altında gələcəklər. Bunlardır minən nasi mən yəşki nəfsəhu ibtiğaa mərzatullah, gətirir bura. Başında Peyğəmbər yanıb, Əli yanıb, Həsən yanıb, Hüseyin yanıb, Dalıcan İslam alimləri, onlar ki, həyatda yaşayırlar, böyük şəxsiyyətlər olurlar. Vaqiən və həqiqətən bizi alimlər tanıyırıq həyatımızdan ki, bunlar canların həsr edirlər əhl-i. Bunlar var dövlət yığa bilərdilər, gelməyiblər o var dövlətin Dalıcan. Kitab yazırlar. İstedadı olub, hər bir kəs gelir müştehid olub sünnət miydi? Onda boyda enerji var. O enerjini gidib sərf eləsəydi, bugün dünyanın bir dənə milyarderinə oturmuşdu otuz. Dünya qazanmaq Dalıcan olsaydı, sənin bugün qəbul edilmiş müştehid, bugün ali bir dənə məqamda milyarda getdi. O istedadı. Görsən, oranı seçmiymiş. O seçim bu tərəfdə. Seçim bu tərəfdə də gəlib onu böyük bir şəxsiyyət. Bu varlığını nəyə qurban verib? Həyatını nəyə qurban verib? Nəyə həsr edib özünü? Bu kişilərdə düzüləcəklər, o kişilərin Dalıcan qiyamətin günü. Sən də qaça-qaça gəl bir dənə orada, bir dənə ətəkdən tut. Mən də qaça-qaça gəl. Eləyə bilərik, Allah da qoyub büzsün. Bu yox eləyəcək. Hamımız eləyə bilərik, bu karvana qoşulaq. Əvvəldə ola bilməsəydə, axırında zadında, küncündə bucağında ola bilərik. Ətəyində zadda, o ipdən yapışar olar, məsələn. Ola bilər də insan. Özününkindən keçməkdən gedir söhbət. Özünün olandan keçməkdən gedir söhbət. Mən uşağım üçün keçə bilirəm, bu təbiidir. Amma dinim üçün keçə bilirəm. Mən dostum üçün keçə bilirəm, nə var, nə var, deyəcəklər ki, bu cahil oğlandı, yaxşı oğlandı, şotu verdi, bağladı. Əhsən tanızan deyəcəklər ki, bomba oğlandı. Bu, filan şəhərinin, filan məsələn, yaxşı, bir sən nə şot verən o, ürək var, bu uşaqda. Bu cavanda ürək var, yaxşı, keçdin bu imtihanı. Bəli, öz sevdiğin şeylərdən keçdin, radi bulaqı kimsə, amma öz sevdiğin şeydən Allah üçün nə qədər keçə bilirsən. Mərzatillahdan söhbət gedir. Allah rızasını, cəmiyyətin razılığı üçün yox. Biz cəmiyyətin razılığı üçün edirik. Sonra adını qoyuruq ki, Allah üçün edirik. Allah üçün eləmək tamam fərqli bir şeydir. Bir gün vaxt olar, mən bunu açıqlayaram ki, Allah üçün olunan əməlin hansı əlamətləri var? Aldatmayaq özümüzü. Biz bəzən adını qoyuruq, Allah üçün eləyirik, ixlasla güya. Məsələn, İmam Sadiq birini deyirəm o əlaməti. Özümü də deyirəm, üstünü deyirəm. Özümü onun balası deyirəm, sizdən də aşağı deyirəm. Amma o deyirəm. İmam Sadiq əleyhissalamdan sual verirlər ki, ağaya, bir nəfər bir iş görsə, bir əməl eləsə, namaz qılsa, meçid tiksə, yetimə əl getirsə, xeyir işlər görsə. Hardan bilsin ki, bu ixlasla deyə xilasla döyür? Mən bir dənə iş görürəm, gəlirəm Hüseyniyə tikdirirəm. Gəlirəm həyətimdən yer verirəm müminlərə. Deyirəm, bunu eləyin, qiyamətə qədər verdim sizə, eləyin özünüz ibadət yerin. Mən gəlirəm 100 min pul verirəm, deyirəm, bu puluma mən Ufada torpaq alın, orada Hüseyin deyin, orada Allah deyin, orada Quran oxunsun, orada din inkişaf eləsin. Bu da məndən bu pul. Məsələn, misalları buradan. Birinin yoxudur pul deyişim, mən də gəlirəm, ömrümü həsr edirəm, nə qədər mən bu Ufada yaşayıram, mən də buna ehsan edirəm, o Hüseyniyyədə nə qədər İmam Hüseyin məclisi olsa, ayaqqablarım mən cütləyəcəyəm. Sən hələ bilmə ya, ayaqqabı cütləyənin məqamı 100 min verəndən aşağıdır, onu deyə bilməzsən. Biri gəlir deyir, mən onun çayını verəcəyəm. Böyük müştehidlər gözləyirlər bir il gözləyirlər İmam Hüseynin əzadarlıq başlansın. Cəmaat bilmir ki, bu nə məclisdir. Cəmaat, bu məclis, vallahi tallahi billahi cəmaat başa düşməyir məclisdir.
Ay kişi, zamanənin müctehidi gəlirdi, Hüseyn deyən dəstələrin məscidlərə girirdi, iminli nəzir edirdi ki, mən zamanə müşriyidi, gedəcəyəm, əzadarların, ayaqqabılarını təmizləyəcəyəm. Bu da məndən sənə Hüseyn, yoxumdur bir şeyim, ayaqqabı təmizləyə bilərəm ki. Biri ayaqqabı təmizləyər, biri ehsan verər, biri qapısını düzəldər, biri hər bir tərəfdən. Nəyin bazarsan, olanından keçməkdən bəhs gedir. Bəhs pul bəhs edir ki, pulla bitmir ki məsələ. Allah gəlir Quranda bir dənə ayət oxudum mən sözümün əvvəlində, istəyirəm onu danışam. Allah gəlir bəzi sözlər danışır ayədə Peyğəmbərlə. İndi onu oxuyuram sizə tərcüməsi. Allah gəlir deyir ki, ya Həbib, ay mən Peyğəmbəri, in kana abaukum. Bilirsiniz də Peyğəmbər Allahla məxluq arasında nə deyil? Vasitədir, pasirdir də, ortadadır. Allah bəzən bəşərlə, məxluqla danışmaq istəyəndə çerez kim danışır? Çerez Peyğəmbər danışır, vasitə ilə danışır. Allah Peyğəmbərlə deyir ki, bu ayədə, bu ayə birbaşa Peyğəmbərlə danışır bu ayədə Allah. Amma bəndələrinin barəsində danışır. Diqqət edin buna. Allah Teala Məhəmmədə Mustafa sallallahu aleyhi və səlləmdən danışır bu ayədə. Amma kimdən danışır? Ümmətindən danışır. Söhbət nədən gedir? Ümmətdən gedir. Amma Peyğəmbərlə danışır. Nə deyir Peyğəmbərə? Deyir, ya Həbib, qul, mənim Peyğəmbərəm, cəmaatuva deyinən, mən lapları danışım da, sahabələr və ümməti və qiyamətə qədər sənə iman getirənlər, indidən ta qiyamətəsən, kim müsəlman olacaq, sənin dinində olacaq, səni gördü, görmədi, dəxli yoxdur. Südnidin, qiyamət gününə qədər kim sənə bağlıdır, sənin ümmətində olan hamısına deyinən. Ümumi sözdür bu. Nə? Deyinən olaraq ki, qul inkânə âbâukum, əgər onların atalarımız və əbnaukum və balalarımız, oğlanlarımız və ixvanukum və qardaşlarınız və əzvacukum və sizə aid olan xanımlarınız və əşirətukum və sizin qohum əqrəbəniz, silə-i rəhminiz, biboğlu, dayoğlu, bibi, xala, dayı və əqrəba və əmvalun iqtərəftumuha, cəm elədiyiniz mal, sərvət, materialni, ev, maşın, bilərzik, qızıl, evdəki əşyalar, ölüm, mülkiyyət, neyim var? İndi burada adamlar var, mülkiyyəti fərq edə bir-birindən tutur. Mülkiyyət baxımından fərqli adamlar var. Adam var, məsələn, S-klas sürür, adam var, Zaporoj sürür. Fərqi var, amma hər ikisində nəqliyyət var. Birinki bahalı olar, birinki ucuz olar, birinki burası. Və ticarətun təxşəvnə kəsadəha. Peyğəmbər, deyinən, siz iflasından, bankrot olmağından qorxduğunuz ticarətləriniz. O sən deyirsən, həzi, cümə günü mən ticarəti ata bilmərəm axı. Alver, cümə günü yaxşı alver olur. Birdən cümə günü alver eləməsəm, bankrot olaram mən, sonra nə olursa, sonra nə edirəm o namazını? Hələ fikirləşir də insan. Allah Teala da burada gülür həmən adamlara. Deyir ki, iflasından, üzr istəyirəm, üyütdüyünüz, qorxduğunuz ticarətlər. Arvad
arvadı necə qorxursan ki, qaçıb qoyub gedər atasının evinə, vaxtsa qalar hər şey alt üst. Var, dövləti də olsun qorxur ki, bizdən bugün mən alver eləməsəm, batar mənim düşanım, yanar bütün aləm deyər bir gün. Yoxa çıxar hamısı burada. Allah Teala istehza edir ha. Buyurur ki, diqqət edin ərəbcə ki, və təxşəvnə kəsadəha və ticarətun, o ticarətləriniz ki, təxşəvnə, yəni qorxursunuz, kəsadəha. Kəsadəha yəni iflas, inflyasiya, bankrotundan qorxursunuz və məsakinu tərzəvnəha, yuva eləyib içinə girdiyiniz sevimli evləriniz. Arvaşağı qoymuş anası gidə, evdə remont gedir, rişa evşi remontdur. Üce bağlanır, remontun ağzı üce bağlanır, motobot üce ev düzəlmək üzrədir, axırıncı plintüslər vurulur. Hamısı bahalı plintüslər, divarlar hamısı bahalı, ev, mebel pırıl yanır. Əsilsən onun üstündə ki, ideal bir dənə vəziyyət olsun, Hacı xanım gələndə girəndə sən ideal görürsün bu. O da məhəbbəti var adamın evində də. Qonaq da gələndə, baxırsan ki, ayağını görəsən, parşetin üstünə necə qoydu ki, bu sınar sonra. Çay içəndə, gözü səndədir ki, dağıdırmayasan. O da sevirdi adam övünü işini. Normal diyor, mən bilmirəm pis adam övüşü sevər. Allah Teala deyir ki, bu öyləmiz var, cırt-cırt edir ürəyimiz. Ticarət, cırt-cırt edir ticarət. Fəxr edirsiniz, mənim bizim neçədən daim oğlu var. Biz böyük əcdaha nəsil yox. Sən mənə toxuna bilərsən, qoşun çıxar, adamlar var belə düşünür də, biz çox. Falan kəslər ağrabalıdırlar da nə istəsələr eləyə bilərlər. Allah bunları deyir, misal, hanımları vurur misal, qardaşları vurur misal, Peyğəmbər, mənim Rəsulullahım, ümmətimə deyinən, sən bu adamların, bu ümmətimdən olan kəslər, bu 8 dənə şeyi əhəbbə iləykum, daha artıq sevirlər. İleykum minallah, Allah'tan ve Rasulihi ve Allah'ın peygamberinden ve cihadın fi sabili ve Allah yolunda cihattan, dikkat edin 3 tane şeydir Kur'an. Allah peygamberine deyir ki, mənim Resulullahım, ümmətimə deyinən, bu 3 tane şeydən, bu 8 şeyi çox istəyirlər. Belə şirin olub bu 8 şey olar üçün bu 3 tane şeydən. Bu 3 tane məsələdən, onların o 8 tane şeyi ki var, onlar daha üstündür. Əhəbbə ileykum minallahi və Rasulih və cihadun fi səbili. Ayə cavabını verir. Əgər üstündür bu 8 şey, bu 3 şeydən. İlahi pərverliyə, nə olacaq ki bəyəm? Heç nə? Fətərəbbəsu. Gözləyin, oturun, gözləmə halında olun. Hətta yətiyallahu bi əmri, Allah'tan gələn bəlani. Ayıya baxın Qur'an. Yani sizin hayatınızda, sizin başınıza ne afet gelse, ne bela gelse, ne problem olsa Allah sebebi buradadır. Bu 8 şeyi çok artık isteyeceksiniz bu 3 şeyden. Allah onda daha narazı olmayın bela gelende. Yani çırnıklamayın. Ay, uf, nöşün belə oldu falan diyor. Nöşün belə oldu çünkü 8'den şeyi keçirmişsən 3 şeyden qabağa. Uşağın məhəbbəti Allah'tan çox girib ürəyimə. Bəla da gələndə, bu eləmədi, özün eləmirsən. Sən niyə onu keçirdin ondan qabağa?
Qardaşımın məhəbbəti Allah Peyğəmbərinin məhəbbətindən artıqdır sənin ürəyində. Qardaşın içkili toy eləyəndə Allah Peyğəmbərinin əmrini hesaba qoymursan, qardaşını razı salmaq üçün gəlib otursun o yerdə. Halbuki orada oturanda Peyğəmbər diri olsaydı qan ağlayardı ürəyi və qan ağlayır ürəyi. Hansını seçdim? Bu uşağım gəldi onun arkamı, bəla gəlir də sənə qardaş, strasti. Eləməyirdim, gəlməyirdim. Allah Teala bu 8 şeyi mən Allaham, Xaliqəm, mən sənə başa salıram ki, məhəbbət eləmək lazımdır bu 8 şeyə. Amma bir yerə qədər. Diqqət edin ha, İslam, Qur'an, Əhl-i Beyt demir bu 8 şeyi sevməyin. Ayənin düzgün başa düşün. Ayə demir bu 8 şeyi sevməyin. Əksinə, ayə deyir sevin. Bizim dinimiz deyir ananı sevin, atovuzu sevin, oğlanlarınızı sevin, qadınlarınızı sevin, məhəbbət göstərin, alın, yedizdirin, evinizi tikin, böyüdün. İmam Sadiq Aleyhisselam buyurur, bir kişinin imkanı ola simiclik eləyib, evini böyütməsə, məlundur, məlundur, məlundur. Söhbət ondan gedmir. Ailəvi də sev, uşağı da sev, bacığı da sev, anağı da sev, atağı da sev, ehsanı da elə, qomarəviyə əl də tut, ömrün uzanar. Amma məsələ o deyil. Allah demir, bunları eləmə. Allah demir, bunları elə. Amma bu 3 şey var ha, həyatında sənin. Allah, Peyğəmbər və Allah dininin diri saxlanması üçün cihad. Dinin diri saxlanması, dini diri saxlamaq. Cihad fi səbilillah budur. Bu 3 dənə şeyi toqquşmasın bu 8-də neynə. Vermə bu 3 dənə şeyi bu 8 dənənin ayağına. Bu 3 dənə məsələ sənin həyatında bütün sevdiklərindən ali dayanmalıdır, hündürdə dayanmalıdır. Bizdə din demir ki, çörəyi tullayın yerə. Çörəyi qoy stolun üstünə qar. Çörəyin yeri haradır? Stolun üstü. Amma deyib Qur'anı yuxarı var. Hər məhəbbətin öz yeri var. Allah burada məhəbbəti sartirovka edirsə, əslində ayə bizim məhəbbətimizi sartirovka edir. Deyib, bunları da sev, amma ən üstə bu 3 dənəni sev. Yaxşı, sevmədin, problem oldu özündən küs. Ayə vaxt dalıcan görünür Allah Teala. Allah Teala buyur ki, Vallahu la yahdil qavməl fasiqin. Allah fasik cəmaatı hidayət etməz. Fasik kimdir? Namaz qılmayanmış? Yox, hələ namaz qılan ola bilər fasik. Bu ayə əsas. Biz deyirik, namaz qılmır, fasik deyir. Bəs sən nəsən bəs? Sən namaz qılırsan, hələ bilirsən ki, qəbz veriblər sənə, beşdin açarını veriblər sənə. Sən ondan da pis gündəsən. O bilmir gedir o işləri görür. Sən dinin içindəsən, hələ sən məhəbbəti bu ayrı eləyə bilmirsən. Sən günahkarın məhəbbəti ilə Allah məhəbbətində ilişib qalırsan. Bir dəfəlik ayağını qoya bilmirsən bir dənə nöqtəyə. Üzvü söndürə bilmirsən günahdan. Yarım canın qalıb o tərəfdə. Bu nədir bəs? Gör nədir Allah Teala ya? Yuxarıda 8 şeydən danışır. 3 dənə şeyi qoyur 8 şeyin qarşısına. 8 şeydən deyir, bu 3 dənə şeyi daha artıq sevin. Əgər başarmasız sevməyi fasiksiz. Ayə onu. O ayədə əslində fisklə imanın sərhəddini Allah bu ayədə deyir. Prikasına beyan deyir, sərhəddi deyir. Bir nəfər istəyir ki, bilsin, mömindir, yoxsa ki, fasiqdir. İstəyir bilsin, Allah deyir, baxsın ürəyinə. Görsün, 8 şey, çox istəyir 3 şey. 3 şey artıq olsa qəlbində, bilsin ki, mömindir. Yox, artıq deyir, Allah deyir, fasiqdir. La yəhdil, vallahu la yəhdil qavlən fasiq. Allah da fasiqi neynəməz, böyütməz.
Yoxsa bu ayə şablon, prinsipialni postanovka Quranda Karl Marx deyir ki, kapital əsər deyir ki, bu Qurandır da. Bu ölçüləri Quran deyil. İndi sizdən bir nəfər durub deyər ki, ay hacı, bu ümumiyyətlə sən çox belə qəliz danışın axı. Bu mümkün deyil. Mümkündür ki, bu 3 dənə şeyi çox sevəsən bu 8 şeydən olar. Çətindir axı, nə olsun çətin? Yaxşı, nümunəsi hardadır bunun? Bir dənə nümunə göstərə bilərsən bizə? Mən deyirəm ki, nümunə Kərbəla. Mən bir dənə söz deyirəm, sözümü bitirirəm. Qur'anda insan deyən varlıq üçün nə qədər ali dəyərlər deyilir bu Qur'anda. Ali dəyərlər. Bax, 8 şeyi, 3 şeyi 8 şeydən artıq sevməyi, bu bir. Sevdiklərindən keçməyi, bu iki. Quranın şeyləri də bunlar. Allah təala bu ki, la yenalu, lən tenalu birrə hətta tunfiqu mimma tuhibbun. Ayətdə Quranda bu. Allah buyurur ki, bir adam, bir insan kamil ola bilməz, yetişə bilməz, böyüyə bilməz. Özünün böyüməyindən söhbət gedir, avtoritetinin yox. Adam var ki, dünyada çox avtoritetarlı adamdır, amma özü balaca qalır. Nə olsun Trump, Amerika boyunda bir dənə Derjavanın başında gəlib çıxıb oraya aktyorluğuna meymunluq eləyək, gəlib çıxıb o şeyin başında deyənim. Böyük deyil. Əslində uşaq. Çünki deksik hərəkətlər edir, uşaq hərəkətlər edir. Siz hələ bilirsiniz ki, əzəmət aktuallıqlandır, xeyr. Elə qeyri-aktual insanlar var, Allah deyir, əsən Allah tamam fərqli şeydir. Allah deyir ki, mən dostlarımı aktual olmayanların içində gizlətmişəm. Sizin məhşur bildiyiniz adamlar var, elə siz qiyamətin günü bunlar nə qoydunuz? Elə baxıb qiyamətdə görəcəksiniz ki, elə bir dənə adam gəldi bundan böyük keçdi qabağa ki. Heç bu dünyada biz adam yerdə qoymadı. Allah öz dostlarını zəif bəndələrin içində gizlədir. Sən bilməzsən o kimdir. Allahın elə bəndələri var ki, zəif istəyirsən bunu nədir? Maqamına bax Allahın yanında. Dərəcəsinə bax Allahın yanında. Quranı dəyərləri bilir. Kim böyümək istəyir? Allah təala bu ki, lən tənalul birrə. Özdə lən deyir, inkarla başlayır ayə, inkarla. Ədəbiyyat baxımından silir tullayır hər şeyi. Allah təala deyir, mümkündür. Lən tənalul. Lən tənalul yəni mümkündür, öldürməyin özünüzü. Mümkün deyil, yağ birdən çevrilib su olsun. Lən tənalul. Heç vaxt insan böyüməyəcək. İnsan böyüyə bilməz. İnsan arta bilməz. İnsan kamala çata bilməz. İnsan ali dərəcəyə çata bilməz. Hətta tunfiqu mimma tuhibbun. Sevdiklərindən, istədiklərindən keçməsə. Nədir bu? Qaydadır. Bu da bir qayda. Allah nəncə düşün bizə? 14 əsrdir Quran deyir ki, ay insanlar, istədiklərinizdən qırıla bilməzsiniz, böyüməyəcəksiniz. Böyüməyəcəksiniz, qardaş, bu mümkün olan şeydir. Keçməlisən, sən nədənsə. Əslində bizə nə deyir Allah? Başqası, Allah deyir ki, simid olmaqla böyüməyəcəksiniz. Böyüməyin yeganə yolu simiclikdən çıxmaq. Simiclik mövzusunda da insanlar var ki, mövzular var, variantlar var, yerlər var, heç orada simiclik eləmir. Mövzular var ki, biz onu orada simiclik görmürük, qəşəm. Bir dənə gözəl xanım çıxsa qabağına, 20 min xəricləyir orada, 2 dənə. Amma 1000 manat canı çıxır onun din üçün xəricləməyə.
Dinə gələndə o dönür o şeyin kinosuna. O bir dənə şeyin əhvalatları var. Qədim Mirzə Cəlilin zadındadır. Mirzə Cəlil Allah lənət eləsin, yaxşı adam olmayıb. Amma poçt kutusu əhvalatı var da. Gəlir oturur, məktubu atır, gəlir oturur poçt kutusuna şahsında. Çünki kim götürəcək bunu burada? 1000 manat verir, deyir ki, o 1000 manatı da bir dənə kamera olar, qoyum onun üstünə. Çox görüm ki, bu ara xərclənir. Çox əcib qəribdir bizim işlərimiz. Allah istəyir ki, simiclikdən qutarım. Puldan gedmir söhbət, elimdən gedir. Səndə elim var, paylaşmaq istəmirsən. Ula bilə pul yoxundur, yaxşı elimin var, elimimi gizlədirsən. İstəmirsən hamı alim olsun ki, səndən birdən gəlib keçər döyür başa. Böyər, səndən aktual olar. Qayda Allah deyilsiniz, sevdiklərindən keçməlisən. Allah Kur'an'da diyor ki اَلَّذ۪ينَ هُمْ ف۪ي صَلَاتِهِمْ خَاشِعُونَ Daş düşsün başıma benim. Ben ne gayrım, neyiniyim ki Allah böyle deyir. Kur'an'dan dava edeceğim. Kardeş Kur'an diyor ki قَدْ اَفْلَحَ الْمُؤْمِنُونَ Müminler o şahslar ki daim inkişaf edirlər. Birinci dalıycan bunu deyir. اَلَّذ۪ينَ هُمْ ف۪ي صَلَاتِهِمْ خَاشِعُونَ O şəxslər ki, namazlarında xuşudadırlar, xuşuda. Mən neyniyim ki, Allah namazın şərtini xuşuda qərar verir? Dava edin Qurandan, niyə belə danışırsan? اَلَّذ۪ينَ هُمْ لِفِرُوجِهِمْ لِحَافِزُونَ Allah bir ayədə deyir ki, möminlər o şəxslərdir ki, ayıb yerlərini idarə edərlər. Qadına da aid, işə də aid. Furucuhum, yəni ehtiraslarını kontrolda saxlayarlar. Ehtiras bir dənə it kimi şeydir. Boş bıraxsın, hara gəldi ürər. Ona görə namordnik salasan, onu görə tənzimləyəsən, onu görə alasan əlvə. Hər yeri olmaz yürütülmək, onu tənzimləyəsən. Allah Teala buyursun, mömin odur ki, onu tənzimləyir. Və meyyərlərə baxmamı bir deyirəm. Belə mən dediyim kimi, 1000'dən artıq Quranda meyyar var. Kamil insanın barəsində. Sevdiklərindən keçər. 8 şeyi 3 şeydən aşağı istəyər. Filan eləyər, filan eləyər, filan eləyər, filan. Allah hamısını deyir. Bunların hamısını yığasan bir dənə yerə. Deyəsən ki, bu əlamətlərin hamısını mən bir nəfərdən istəyirəm görüm və bir vaxtda görüm. Şərti belə qoysun. Kərbəlaya baxmaqdan başqa çarən yoxdur. Kərbəlaya baxan ki, buranın hamısı çıxır ortaya. Vəfa, sidq, şücaət, 8 şeyi 3 şeyə qurban vermək, sevdiklərindən keçmək. Hamısı ayəyə baxırsan, namazlarında xuşudadırlar, orada cəmaat 2 nəfər diyanıb dedi, yaxşı, biz diyanarıq, siz namazımızı qurun. Rivayətdə var ki, bunların bədənini kirpi kimi toxdular, oxun. Olar ki, diyanmışlar, Hüseyin namaz, zöhr namazı. Biri gəldi, bir şey, ağa zöhrün vaxtıdır. Dedi, ağa böldüğün ki, Allah sənə rəhm eləsin, sən namazın vaxtın yadımıza saldın. Zöhrün vaxtı, azanın vaxtını yadımıza saldın. Mən behişdə girməyəcəm, ta sən gəlməyəsən. Dərəcəyə var. اَلَّذ۪ينَ هُمْ ف۪ي صَلَاتِهِمْ خَاشِعُونَ nümunəsidir. Hansı ayəyə baxırsan, bunlar çıxır. Allah razılığı üçün canını satmaq ayəsinə baxsınız. Baxırsan, görürsən, Həbibinin məzahir, 90 yaşı var. Bazar axtarır canını satmağa. Yer axtarır ki, 90 il kesib ki bu canını harada satacaq? Özü deyir, deyir, mənə Bədirdə qismət olmadı, Uhudda qismət olmadı. Mən gün saymışam, bura gəlməyim. 90 yaşım olmağına baxmayın, mən saat sayırdım ki, bir dənə gəlib çatım bura. Burada bu boşla bu bazarı, fəna bazarı, Küfədə gezirdi bazarda. Bazarda xəbər verirlər ki, Hüseyin gəlib, qoşdu Küfədən qaçdı, gəldi Kərbalada qoşdu İmam Hüseyin. Bu qoca kişi.
Ona göre şair deyir ki, boşla bu bazarı, bu fəna bazarı. Kərbəlada Hüseyin həna paylayacaq. ...90 yaşında kişi gör, neyin eşkindir? Mən neyin eşkindir? Sən neyin həvəsindəsən? Nasıl? İnsanı müəyyən eləyən, onun nə bığıdır, nə saqqalı, nə pılıdır, nə malı. İnsanı müəyyən eləyən məcazıdır, məcazı. Sənin məcazın nədir? Məcazlı deyim sənə, sən kimsən? Məcazlı, o içindəki o ab-hava, istek, hal, onu deyim sənə kimsən? Onu formalaşdırmaq lazımdır. Siz bunu bilin, İmam Zaman zuhur eləyəndə, o halını qoruyub saxlayanlar qovuşa biləcək, ya İmam Hüseyin. O daim, hər gün özü ilə məşğul deyə azmasın, məcazı çaşmasın. Adam özünü boş bıraxsa, çaşdıracaq səni. Boş bıraxsın, məcazın çıxıcı. Onu saxlamaq lazım pastayanı. Mən demirəm, diginə, gülgünə, möminlərlə oturub çağlanırdı ki, bunlar hamısı yerində. Adam deməlidir də, gülməlidir də, zarafat eləməlidir. O mişatı yoxdur məcaza. O məcazı əldən vermə. Ruhiyyə. Adamın başı qaçışır, yeməyə, içməyə, o məcaz getdi. Məcazı yeri tutasan, əlini saxlayasın. 90 yaşı var, o ruhiyyəni saxlayıb olacaq. Peyğəmbərin yaxtından bu ruhiyyəni görüncə qoruyub saxlayıb. Getirir İmam Hüseynəcən qoşulur, o ruhiyyə neylər qoşulur. Məsum imamın zuhurunda, ağanın zuhuruna, məcazını qorumayanlar qoşula bilməyəcəklər. İstəsələr qoşula bilməyəcəklər. O adamlar ağanın qoşununa qoşula biləcək ki, onlar daim diri saxlayırlar özlərini. O tematik olardı, yerindədir, o temada, o halda saxlayırlar özlərini. O ruhiyyədə saxlayırlar özlərini. Allah Teala'nın and belə İmam Hüseynə xatir bizi Qur'an aynasında, Qur'anın dəyərləri ilə Hüseyn tanıyanlardan qərar versin. Allah Müteal bizi həqiqi Qur'an əhli qərar versin. O ayələrə uyan əhlidən qərar versin. O dəyərləri həyatında tətbiq edənlərdən qərar versin. Qur'anı həyatına getirənlərdən bizi qərar versin. Allah Teala Qur'an dəyərlərini ailəmizdə, övladlarımızın içində tətbiq edib, təmin edənlərdən bizi qərar versin. Allah Müteal Qur'anın mənəviyyatından bizi uzaq salmasın. Əgər biz Qur'andan müvafiq olsaq, bu Qur'andan bir dənə qapı açılacaq Əhl-i Beytin üzünə. Əhl-i Beytə gedən yol Qur'andandır. Allah bu qapını üzümüzə açsın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu və qatilani Əba Abdullah Hüseyin ta ve روز قیام و قیامت مدامی لعنت باشه. Çok var kazanan. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Aba وعلى الأرواح التي حلت بفنائك عليك مني سلام الله أبدا وبقي الليل والنهار ولو جعله الله آخر الوقت مني لزيارتكم السلام على
وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. Söyle Hüseyin ey sabah, söyle Hüseyin ey sabah, Kerbela'ya gelmesin, Kerbela'ya gelmesin. Gelse düşer bu deşliden, gelse düşer bu deşlide, derdi bela, derdi bela. Söyle Hüseyin'e ey sabah, söyle Hüseyin'e ey sabah, Kerbela'ya gelmesin. Gelse düşer bu deştide, derdi belaya Gelmesin, gelse düşer bu deşlide, derdi belaya gelmesin. Söyleciler getirmesin, Küfeye nazlı ekberi, zulm ile kanile batır, hündeymiş ki emberi. Ben kafirem geçecek var, cümleyi Ali Heyderi, Zibi azim Hüsün bugün Kovhimina ya gelmesin, Kovmina ya gelmesin. Söyle Hüseyin'e ey sabah, Kerbela'ya gelmesin. Söyle Hüseyin'e ey sabah, Kerbela'ya gelmesin. Gelse düşer bu deştiden, gelse düşer bu deştide, derdi belaya gelmesin, derdi belaya gelmesin. söyle getirme kasimi, katili eyleyir şita, toyda vurur yemin onun, kavmine elleri hiza, görme reva şişir don, dine bileylesin harap, rahmelesin o Zeynep'i, bahti karaya gelmesin, bahti karaya gelmesin. Söyle Hüseyin'e Ey sabah, söyle Hüseyin'e ey sabah, Kerbela'ya gelmesin, gelse düşer bu deşliden, derdi belaya gelmesin, derdi derdi belaya gelmesin. Gelmeye yoktu fırsatim, kan ile name yazmışam, öldürecekti Müslüm'i, Kufe'de firke-i zulam, kardeşinin uzun golü, görme revan ola kalem, bazı
darin ayak yalım Deşti belaya gelmesin Deşti belaya gelmesin Söyle Hüseyin'e ey Seba Söyle Hüseyin'e ey Seba Kerbi belaya gelmesin Gelse düşer Gelse düşer bu deştide Derdi belaya gelmesin Derdi belaya gelmesin Yetsecer haber sana Öldü bu Müslümin agil İbn Ziyad bin Haşimi Cerçün edir bir çok zelil Kusluganu ti olmadı Oldu kararede getir İstemiren ayağımı koyma azaya gelmesin Koyma azaya gelmesin Söyle Söyle Hüseyin'e ey Seba Seba Harbi belaya gelmesin Gelse düşer bu deştide Derdi belaya gelmesin Derdi belaya gelmesin Derdi belaya gelmesin Badi hazan eser senin Gülse süper ayağıma Rahmele yaverim Hüseyin Kasimi hoş megal var Zali tesettüt eyledim Eşverime zamanıma sağ ol İmam Hüseyin Kansera'ya gelmesin Kansera'ya Ya gelmesin gelmesin Söyle Hüseyin'e ey Seba Gerbi belaya gelmesin Gelse Sen düşer bu deşliden Derdi belaya gelmesin Derdi belaya gelmesin Söyle emruma beni Bir kesin eylesin hilal Erzmi bir bebir ele Ağli ebam yeşer imal İçi atılmış gülüm Şufede zavri dilmeler Kaldılar eşberine ol Kasım Era'ya gelmesin Kasım Era'ya gelmesin Söyle Hüseyin'e ey Sabah Kerbela'ya gelmesin Söyle Hüseyin'e ey Sabah Gerbi belaya gelmesin Gelse düşer bu deşlide Derdi belaya gelmesin Derdi belaya gelmesin Hasretem ol cemal Ay çekin bu sineden Kufede var katilin Gelme hazim Medine'den Koyma yetim Hatice'ni Ayrı olan sekineden Başına el çeşanıyıp Şuri nevaya gelmesin Şuri nevaya gelmesin Söyle
ömre bağlasın. İki beladan ayrılıp konu mekanı dağlasın. Tutsa ezan Hatice'den söyle ki gizli ağlasın. Belki yetimliğin tozu mahili gaya gelmesin. Mahili gaya gelmesin. Söyle Hüseyin'e ey Seba. Söyle Hüseyin'e ey Seba, Kerbü belaya gelmesin. Gelse düşer bu deştide, Derdü belaya gelmesin. Derdü belaya gelmesin. Fatime'nin kenizi bu kisseni eyle kim tamam. Bir ederdi merduzen şura gelip duhastuam noha edir buna taban ruzi şebab layar müdam tapmasa bir derin dad dari beka ya gelmesin dari beka ya gelmesin. Söyle Hüseyin'e ey Seba. Derdü belaya gelmesin. Gelse düşer bu deştide, Derdü belaya gelmesin. Derdü belaya gelmesin. Fergatileri Abdillahil Hüseyin